Dostlar, kofem gəldi. Bugün sizin üçün qısa və xoş bir kafe vlog çəkəcəm. Kafe vlog deyil də, dərs vlog. Birazdan mənim İspan dil dərsim var. Təxminən 1 saat sonra. Hazırda İçərişəhərdə Starbucksdayım və dərsim İçərişəhərdədir. Təxminən buradan bir 20 dəqiqə piyada yolum var. Və dərs eləyəcəyik, ev tapşırıqlarını və s. eləyəcəyik və biraz təkrar eləyəcəyik. Görək indi bugünkü mövzumuz nə idi? Həm sözlər var idi, həm tekst var idi, həm dialoq var idi, həm qayda desən, o var idi. Oh no. Mənə çox sual gəlir ki, niyə İspan dilini öyrənirsən? Çünki uşaqdan arzum olub. Mən uşaqlarda Solinaya baxırdım və orada dil o qədər xoşuma gəlir ki, onların mahnıları ilə intronu açdım, Alias mahnısıyla və dedim, bu nə gözəl dildir belə. Başladım rəqəmləri, rəngləri falan öyrənməyə və çox xoşuma gəldi. Sadəcə valideynlərim biraz yaxşı baxmırdı, gedim dil öyrənim. Məsələn, pianoya falan getmək istirdim, gimnastika etmək istirdim. Çünki dedilər ki, tibb azraş. Məsələn ki, mən oxuyuram 5-ci 6-cı sinifdə və tibb azraşdım. Fizika, kimya, biologiya, riyaziyyat, nə bilim, nə desəz gedirdim də. Yəni bütün gün sınaqlar, imtahanlar. Nəysə, peşmanam, yəni istəmirdim. Kaş eləməsəydim, heç bir köməyi də olmadı. Məktəbə gedirdim də, yəni nə gərək var idi. Heç olmasa bir piano bilərdim, bir dil bilərdim. Düzdürmü? Zaten götürüm yaxşı idi. Tamam. Nəysə, valideynlər baxırsa əgər bu videoya, xahiş edirəm uşağınız qoyun nə istəyirsə onu eləsin. Çünki məni göndərdilər kimya fizika o boyda hazırlığına və mən sonda SAT verdim. Kimya fizikana əlaqəm belə olmadı. Yəni gələcək qoyun gələcəkdə qalsın, qoyun uşağımız indini yaşasın. Ona görə də İspan dilini öyrənirəm. Bundan sonra isə İtalyan dilini öyrənmək istəyirəm. İtalyandan sonra da bəlkə də fransız dilini öyrənərəm. Yəni dil öyrənməyi çox sevirəm. Ona görə belə heç dayanmağı gözləmirəm. Zaten İspan və İtalyan dili oxşuyur. Bəlkə də İspanı öyrənəndən sonra İtalyanı özüm də evdə məşq eləyərək öyrənə bilərəm. Burada kofemiz var. Iced lemon vanilla latte, hansı ki çox sevirəm. Instagram məni izləyənlər bilir ki, ən sevdiklərim iced lemon vanilla lattedir. Iced caramelized banana latte və strawberry cream frappuccino. Yəni çox sevirəm, mükəmməldirlər, mütləq yoxlamalısınız. Bir də sual gəlir ki, İspan necə öyrənirəm? İnşallah kursa gedirəm. Amma bundan əlavə evdə bütün mahnıları, yəni demək olar ki, İspan dilini qulaq asıram və xoşuma gəlir. Özümü məcbur eləmirəm. Həqiqətən çox xoşuma gəlir. Elə Solinanın mahnılarını belə qulaq asıram. Zaten müzikal kimi və yəni 100 dənə mahnı var orada. Ondan əlavə Bad Bunny qulaq asıram və adını bilmədiyim Karol G var, De Marias, yəni çox müğənni var ki, çox sevərək qulaq asıram. Bundan əlavə evdə vloqlara baxıram, YouTube-da baxıram. Məsələn, Barselonada yaşamaq xəyalım olduğu üçün Barselona vloqlara bayılıram. Demələr hər gün bir dənə Barselona vloqa baxıram və ya İspanların adi günlük vloqları da ola bilər və bundan əlavə məsələn bəzi kanallar var, məsələn Dreaming Spanish-i nümunə buradan göstərə bilərəm. Hardakı onlar beginner friendly storylər paylaşırlar, yəni ki, hekayələr və siz onları izləyirsiniz. Bunlar çox rahat olur. Orada məsələn şəkillər falan da qoyurlar və həqiqətən də çox keyfiyyətli videolar hazırlayırlar. Bundan da çox kömək olur. Bundan əlavə 2 dənə də İspan dostum var. Mütəmadi onlarla da əlaqədə oluram, danışıram. Necəsən, nəyirsən, həyat necədir? Məsələn, onların təhsili falan haqqında da bir ideyam olur. Məsələn, neynələr, məktəbdə nə keçirlər və s. Biri Madriddəndir, digəri isə adını həmişə unutduğum bir şəhərdəndir. Belə, indi başlayaq dərsimizi eləmək çünki vaxtım çox azdır və mən dərsləri çatdırmalıyam. Spills on the window. The aroma of coffee fills the air. Lazy cat is curled up on the sofa. Time passes so slowly as if it were hidden away. Wind gently blew across the face. Pleasant melody lingers softly in the ear. All the trouble are taken away at this moment. Oh, my Sunday, no worries but only niceness. Oh, my Sunday, as if world stands still. Only my heartbeat could be heard. Smile and laugh heartily all by myself. The sound
people being turned by the wind. The casual chat of sparrows outside the window. The leaves blown by the wind are still rustling. How melodious everything is. Just quietly enjoy this time. Oh, my Sunday, no worries but only niceness. Oh, my Sunday, as if worlds stand still. Only my heartbeat could be heard. Smile and laugh heartily all by myself. Tacking of the second hand, beating of the pulse. Every breath and heartbeat seem to be engraved into the memory. Today belongs only to me and time. Oh, my Sunday, no worries but only niceness. Oh, my Sunday, as if worlds stand still. Only my heartbeat could be heard. Smile and laugh heartily all by myself. Sizə bəzi sözləri, yox, dialoq oxuyacağam İspan dilində. Və bu sözlər mənim üçün yenidir, bu cümlələr də yenidir. Ona görə you listen, you don't judge. Bunları mükəmməl şəkildə oxuya bilmirəm. Deməli, burada Marta və Daniel danışır və mövzumuz mətbəxdəki əşyalar idi və maşınlar və s. İndi onlar sanki danışırlar və yarısına qədər oxudum bir dəfə. Daniel mətbəxinə nə alacağını düşünür. Başlayırıq. Hola Daniel, ¿qué haces? Estoy viendo que voy a comprar para mi cocina. ¿Ya tienes piso? Sí, pero la cocina está vacía, no hay nada. ¿Qué quieres comprar? Mira lo que dicen en esta revista. La cocina es el lugar más importante de la casa porque es donde se prepara la comida. Pues es verdad, sigue. Tiene varias zonas de trabajo. La zona para cocinar. ¿Dónde están la cocina y el horno? Y el microondas, sí, la zona para lavar alimentos y para fregar los platos, el fregadero, eso no es vajillas, sí, pero también se pueden lavar en el fregadero. Oh, ya claro, las lavo en el fregadero. A ver, sigue con el folleto. La zona para conservar y almacenar los alimentos, donde están la nevera y los armarios. Y ya está. Bueno, pues tienes que comprar una nevera, un lavavajillas, un horno, una cocina, un microondas. Guys, like, bu həqiqətən yazılı kimi oxunmur sözlər. Məsələn ki, Luanda qoşa y deyirsiniz, qabaqda v gəlirsə bu oxuyursunuz. Vurğular falan var və biraz çətindir. Cıd var, bəzən qiyidi, bəzən xıdı. Bunu bir 20 dəfə daha şaka. Sadəcə tərcümə, sən başa düşürəm. Bax, oxudum ha, başa düşdüm. Bəli, yəni 20 dəfə oxumağıma gərək qalmır başa düşmək üçün. Və bu çox sevindirici bir haldır. Söz falan öyrənmək bitdi. İndi digər kitabdan çəkdiyimiz şəkillərdəki testləri işləyəcəm. Orada qaydadır. Keçmiş zaman keçmişdik və onun testlərini eləməliyəm. Bəli, artıq keçmiş zamanı keçmişik.
In the stillness of the night, my dear, whispered secrets only hearts can hear. Beneath the moon's soft silver light, two souls unite in the hush of night. Your touch, as gentle as a summer breeze, melts away the world's unease. In this quiet moment, skin to skin, we find the strength to let love in. So let the midnight silence sing our tender hearts in a gentle swing. In vulnerability we find our grace, holding on in this sacred space. Dostlar, tapşırıqlar bitdi, qayda da bitdi, sözlər də bitdi. Artıq yəni hər şeyi bilirəm. Sadəcə sözləri böyük ehtimal çaşacağım müəllimi soruşanda. Ona görə yəni ki, biraz daha təkrarlayıb elə gedərəm. Az qalıb, təxminən 10 dəqiqə, 13 dəqiqəyə çıxacağam buradan. 13 dəqiqə ərzində də sözləri təkrarlayaq. Bitti. İndi isə yığaq artıq əşyalarımı yığım və gedirik dərsə. Kursa da çəkmək istəyirdim, amma kursa çəksəm sonrasında çəkmək istəyəcəm. Çünki axşam əslində 2 dərsim daha var. Onlayn şəkildə, yəni özümün dediyi dərslər ingilis dilində bilirsiniz ki. Bütün videolarda deyirəm, amma ümid edirəm ki, çox şey gəlmir, cringe olmur. Məsələ burasındadır ki, bütün videolarda baxan yeni izləyicilər olur və onlar da məsələn, bu qız nə dərsindən söhbət gedir dediyi üçün hər videoda 2 cümlə deməyə çalışıram. Ümid edirəm ki, daimi izləyicilərim, hamınızı çox sevirəm, daimi izləyicilərim cringe olduğunu düşünmür bunun. Nəysə belə, axşamda 2 dənə dərsim var, özüm deyəcəyim dərslər, öz kursumda. Və ondan əlavə bugün mənim babamın ad günüdür. Orada gedəcəyik və orada deməli olacağım bu dərsləri. Heç necə olacaq heç fikrim yoxdur. Çünki ailəmlə zaman keçirəndə arada dərs olanda özümdə qalıram pis vəziyyətdə. Təsəvvürün girirəm otağıma ki, mən dərs deyirəm, siz əylənin. İndi buradayam. Gördüyünüz kimi məşhur çərşədə.
və gedirəm dərsə doğru. Bu videonu izlədiyiniz üçün təşəkkür edirəm. Əgər bəyəndinizsə videonu bəyənməyi və kanalıma abunə olmağı və mütləq digər videolarıma göz atmağı unutmayın. Çünki əminəm ki, sizə uyğun orada nəsə var. Çünki hər tərzdə videom var. Belə, digər videolarda görüşənədək sağ olun.